Orxon abidələri, qədim türk yazıları. Türk tarixinin ən qədim qaynağı 8-ci əsrdə Göytürk xaqanlarının qayaya qazıtdıqları Orxon yazıtvarıdır. Bugün Monqolistanda olan bu abidələr 1889 ilində Nikolay Yadovintsev tərəfindən kəşf edildi. Göytürk əlifbası ilə yazılan bu yazılar 1893-də Danimarkalı dil elmçisi Wilhelm Thomsen tərəfindən tərcümə edilə bilindi. Göytürk xaqanlarının 1300 il qabaq qayaya yazdırdıqları bəzi sözlər isə bunlardır. Gültecin yazıtvarı. Gültecin, Bircə xaqanın kiçik qardaşı və dövlətin komandanı olmuşdur. Gültecin yazıtvarından bəziləri isə bunlardır. Türk Oğuz bəyləri, eşidin, üstdə mavi göy çökmədikcə, altda yağız yer deşilmədikcə, dilini, törəni kim poza bilər? Türk milləti üçün gecə yatmadım, gündüz oturmadım. Qardaşım Gültecin ilə, iki şad ilə hüvəsiyə, təsiyə çalışdım. Ey Türk milləti, titrə və özünə dön. Səni doyurmuş bircə xaqanına, azad və bağımsız ölkənə qarşı xəta etdin, pis hava düşürdün. Göytürk hökmdarı olan Bircə xaqan yazıtları isə belədir. Türk milləti üçün gecə yatmadım, gündüz oturmadım. Tanrı yardım etdiyi üçün öz dövlətimə sahib oldum. Babam xaqan öldüyü zaman kiçik qardaşım Gültecin 7 yaşında idi. Umay Tanrıca yardım etdiyi üçün babam xaqanın əsgərinin adı, sanı yox olmadı. 646-726 illər arasında yaşamış Göytürk Yapqusu adına keçən Tonyukuk yazıtlarında isə belə yazır. Türk milləti ac ikən doyurdum, çılpaq ikən geydirdim, az milləti çox qıldım. Mən bircə Tonyukuk, Çin ölkəsində doğuldum, Türk millətinə xidmət etdim. Bu abidələrdə qeyd olunan digər bir neçə yazının da tərcüməsi belədir. Bircə xaqanın qardaşı Gültecinin ölümü üzərinə duyduğu dərin kədəri təsvir edən sözlər. Gültecin öldü, yas tutdum, gözdən yaş, könüldən acı çıxdı, düşüncəyə daldım. Görər gözüm görməz kimi, bilər axırım bilməz kim oldu. Digər bir yazı da belədir. Tanrı iradə etdiyi üçün, dövlətim var olduğu üçün, qismətim olduğu üçün, ölmək üzərə olan milləti dirildib, qaldırdım. Bu yazı Bircə xaqanın millətini yenidən toparlamağa və dövlətini gücləndirməyə çabaladığını ifadə edir. Türk ordusunun gücünü bildirən digər bir söz də belədir. Tanrı qüvvət verdiyi üçün babam xaqanın əsgəri qurd kimiymiş, düşməni də qoyun kimiymiş. Orxon abidələrində daha çox sayda bu tərz yazılar mövcuddur. Bunlar günümüzdən 1300 il qabaq 8-ci əsrə aid qədim türk yazılarıdır. Bu tarixi abidələr Monqolistanın Orxon vadisində günümüzdə də qorunmaqdadır.